Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri, hörmətli xanım sədr, fürsətdən istifadə edib sizi və nümayəndə heyətini Serbiya Respublikasına uğurlu səfəriniz münasibətindən təbrik edirəm. Və fikrimi ölkə prezidenti Cənab İlham Əliyevin məşhur bir ifadəsi ilə başlamaq istəyirəm. O söyləyir ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, amma sözünün məna və çəkisi böyükdür. Fikir verirsə, Cənab Prezident Azərbaycan kiçik dövlət ifadəsi işlətmir. Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil. Bunun sözünün məna və çəkisinin nə qədər böyük olduğunu biz iyun ayının 1-dən ölkəmizdə başlanan Bakı Enerji həftəsi çərçivəsində gördük və bu tədbir çərçivəsində Cənab Prezidentin Bakı Enerji Forumunda çıxışı hesab edirəm ki, strateji əhəmiyyətli məsələlərin dilə gətirilməsi və beynəlxalq ictimaiyyətin ünvanlaması ilə yadda qaldı. İlk növbədə bir daha bu həqiqət üzə çıxır ki, bugün dövlətlərin milli təhlükəsizliyində enerji təhlükəsizliyi ən vacib elementdir. Ən vacib, bəlkə də birinci yerdə dayanan məsələdir. Və dövlətimizin başçısı dəfələrlə söyləyib ki, bizim üçün enerji ilk növbədə bu enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət siyasətidir. İkincisi, bu istehsalçı, istehlakçı və transit ölkələr arasında balansın yaradılması siyasətidir. Burada bütün tərəflər uduşlu vəziyyətdədir. Üçüncüsü isə bu çox vacib məqamdır ki, heç bir halda enerji siyasətin əlində alət olmamalıdır. Enerji və siyasət bir-birindən ayrı olmalıdır. Və bu siyasəti dövlətimiz həyata keçirir və bunun nəticəsində Cənab Prezidentin forumunda çıxışında qeyd etdiyi kimi artıq ölkəmiz dünyanın 16 ölkəsinə biz qaz ixracını həyata keçiririk. Ondan 12-si Avropa ölkəsidir, onun 10-u Avropa İttifaqı ölkəsidir. Hətta Suriyaya qədər Azərbaycan deməli qaz təchizatını həyata keçirir və bu baxımdan Azərbaycan çox nümunəvi bir dövlətdir və nəzərə alsaq ki, gələn illəri 2027-ci ildə Azərbaycan Avropaya 20 milyard kubmetr qaz satışını həyata keçirmək istəyir və Cənab Prezident həm bir neçə gün bundan qabaqki çıxışında, həm də əvvəlki çıxışlarında xoş bir müjdə də verdi ki, bir neçə il ərzində, yaxın 1-2 il ərzində Azərbaycanda əlavə 10-15 milyard kubmetr qazın istehsalı gözlənilir. Üstə gəldi 2032-ci ilə qədər ki, bizim 8 giqavatlıq yaşıl enerji istehsal etmə potensialımız var. Onu da üstünə gələndə doğrudan da Azərbaycan bugünkü dünyamızda bu enerji təhlükəsizliyi baxımından müstəsna rol oynayır və dünyanın fövqəladə dövlətinin prezidenti Trumpın Azərbaycan prezidentinə o təbrik məktubunda da bütün məqamlar öz əksini tapıb. Təşəkkür edirəm.